Məni sevdiyini deyir, amma nə bunu göstərmir, bir qıraqdan da deyir ki, mən sevgimi göstərə bilmirəm. Siz də məni sevir. Gözəl insan ki, səbəb elə izah edin. Bax, bu əlimdə gördüyüm bir ədəd daşdır. Hansı ki, sənə o cümləni deyən və yaxud da o sevgini göstərər, bir sənə də göstərə bilmirəm, amma həyi sevirəm deyən insandır. Bax, bu əlimdədir, bax, hal-hazırda. İndi bundan bir dənə diyaloq aparacağım, bir dənə diqqətlə qulaq as. Məni sevirsən? Sevirsən məni? Görürsən, yəqin səsi sənə də gəlmir. Yoxsa yəni mən dəli deyiləm də, yəni durduq yerə beləsən bir şey demə, düzdürmü? Yəni sənə nə izah etməyə çalışıram? Göstərilməyən sevgi yox hökmündədir. Ay mən səni sevirəm, sevgimi göstərə bilmirəm. Ay nə bilim nə. Kimsə də səni sevirəm deyirsə, ona da %100 inanma. O şeyləri o göstərməlidir. Qız, oğlan fərqi yoxdur. Əsasən bu düzdür, oğlanla nə dediyi bir şeydir. Hə sevirəm, sevgimi göstər. Boş söhbətdir. Yəni əncir, 200 dənə eləyəcəyin şey var da. Yəni niyəsən ki, güya belə maksimum. Sənə paraşütsüz tullan falan demirik ki. Ağzından göyərtin tut, nə bilim bir yerə sox demirik ki.